Herkese salam canım izləyicilərim. Burada üz ifadəmdən də göründüyü kimi heç belə ciddi şeylər ola biləcəyini gözləmədən Anjelini gətirmişdim həkimə. Bundan bir neçə gün öncə Anjeli velosipeddən bir tərəfinin üzərinə yıxıldı və qolu ağrımağa başladı. 2-3 gün keçəndən sonra qolundakı ağrı tamamilə azaldığına görə düşündüm ki, adi bir yıxılmadır. Çünki daha öncə də dəfələrlə belə yıxılmalar və biz həkimə gedib yoxlatdırmışıq. Həkim deyib ki, rentgen belə olunub, deyilib ki, heç nəyi yoxdur. Amma bu dəfə heç də elə olmadı. Saatlarla həkim sırasında gözlədik. Abşeron xəstəxanasına gəlmişdik. Bura gəlməkdə məqsədimiz bu həkimin çox yaxşı, çox savadlı olmasıdır. Amma təəssüf ki, nə qədər gözləsək də, hətta yemək fasiləsi belə verdik özümüzə, amma gördük ki, yox, rentgenin sırası gəlmir. Ona görə məcburən Xırdalanda yerləşən başqa bir özəl tibb mərkəzinə getdik və orada rentgen olundu. Rentgen sırasında da dəqiq bilindi ki, təəssüf ki, Anjelinin körpücük sümüyü sınıb. Həmin hissədəki sümük çox kövrək, həssas olduğuna görə uşaq həmin tərəfinin üzərinə yıxılanda belə qırılma halları baş verə bilir və deyilənə görə körpü uşaqlarda həmin sümük tez bir zamanda birləşir. İnşallah bizdə də elə olar. Yaxın zamanda digər xəstəxanadakı həkimə yenidən gedəcəm. Gəldik, evə çatdıq. İnanırsınız, 6 saatdan çoxdur ki, biz xəstəxanalardayıq. Getdik Abşeron klinikasına, oradan getdik Xırdalan tibb mərkəzinə. Arada getdik yaxında restoranda. Biraz Anjeli yolda bir hardasa 5-10 dəqiqə qucağımda yatdı. Amma digər vaxtlar oyaq qalıb həqiqətən çox yorulub. Mən də həmçinin bağçadan Aysanı gətirməyimizə 1 saat qalıb. 1 saatdan sonra gedək Aysanı da gətirək. Böyük ehtimal ki, Anjeli, böyük ehtimal yox, bundan sonra artıq bir ən azından 15 gün bağçaya getməyəcək. Ürəyim. Çünki qoluna, yəni öz yanımda olsa daha yaxşı, daha rahat olaram. Baxın. Açaq görə içində nə var? Nə var içində? Mənə də çox maraqlıdır. Nədir o? Malzamalıdır. Bax, üstündə var. Düzəldək. Gəl açaq düzəldək. Belə bir şey çıxdı. Tut Anjiko. Hələ buna baxın. Oradan mağazaya dönmüşdü, xəstəxananın yanındaydı elə. Anjeli buna baxıb dedi ki, vav, nə qəşəkdir. Deyirəm, səni alım qızım bundan. Deyir ki, yox, axı mənə almırsan sabah. Dedim, eybi yoxdur, yenə alar. Nə qəşəkdir Anjeliko. Özü də dayanır belə. Buna bax. Sən dayanır. İndi isə mən başlayıram ev üsulu lahmacun hazırlamağa. Bu üsul çox rahat və çox dadlı alınır. Çünki xəmir yoğurmuruq, yuxa açmırıq. Ona görə də mənə çox rahat gəlir və üstəlik bu reseptlə həm sobada, həm də tavada hazırlamaq olar. Videoda lahmacunu hazırlaya istəyirəm biraz söhbət edək. Son zamanlar telefonumda çox ciddi yaddaş problemi yaşayıram. İnanın ki, telefonumun yaddaşı geniş olsa o qədər maraqlı videolar çəkərəm ki, gün ərzində olan şeyləri. Dəfələrlə olur ki, bəzi şeylər olur. Deyirəm, ayda kaş bunu çəkəm, izləyicilərim üçün maraqlı olar. Baxıram ki, telefonumda yer yoxdur. Düşünürəm ki, bunun üçün yaxın zamanda Temudan 1 GB-lıq, yəqin ki, bunu da düz dedim, flash kartlar satılır. Onlardan alım, telefonumun yaddaşında olanları, hər şeyi köçürdüm flash karta və mən rahatlıqla telefonumda videolar çəkirəm. YouTube üçün çəkdiyim videolar o qədər uzun olur ki, belə baxanda 6 dəqiqəlik, 7 dəqiqəlik videolar təxminən yarım saatdan, bəzən olur ki, 20 dəqiqədən, 40 dəqiqədən alınır. Çünki mən orada çox hissələri kəsirəm və ya sürətləndirirəm ki, yorucu, bezdirici olmasın sizlərə. Düşünürəm ki, yaddaş problemimi həll etdikdən sonra daha maraqlı videolar gələcək. Bu arada hazırda videomu izləyirsinizsə, sizdən xahişim kanalıma abunə deyilsinizsə, abunə olub bildirişləri açın ki, yeni videolarım gələndə siz də bundan xəbərdar olasınız və mənim kanalımı itirməyəsiniz. Çünki inanın ki, belə şeylər adama o qədər motivasiya verir ki, bəzən olur ki, insan ruhdan düşür, izlənmələr aşağı olanda və ya istədiyin nəticəni ala bilməyəndə istər Instagramda, istər YouTube'da və ya digər sosial platformalarda adam həvəsdən düşür, nəsə çəkib paylaşmaq istəmir və bu da elə bir şeydir ki, gərək həmişə pozitiv enerji ilə, həvəslə çəkəsən ki, qarşındakı izləyicilərə də bunu ötürə biləsən və sən daimi izləyici qazana biləsən. Mənim həmişə inandığım bir şey var ki, bir işdə əziyyət varsa, bir insan bir şey üçün əziyyət çəkirsə, Allah o əziyyətin qarşılığını mütləq şəkildə verir. Amma mən canlı təcrübə etdiyim bir şey deyə bilərəm ki, davamlılıq ən vacib olanıdır. Çünki bir işdə əgər davamlılıq yoxdursa, o işdə uğur da yoxdur. İllərdir Instagramda açıq səhifə işlədirəm. Çox önəmli əməkdaşlıqlarım olub, amma düşünürəm mən daha da yaxşılarını edə bilərəm. Özümə inanıram. Sadəcə uşaqlar, evin işləri, yoldaşım,
Həyatın yükü məni o qədər yorur ki, artıq mən ruhdan düşürəm və nəsə etmək istəmirəm. Bu zamanda isə Instagram, YouTube, yəni hər hansı platformadasansa səni geri atır. Eləcə də həyat da belədir. Gərək həmişə dik, ayaqda, diri, canlı olasan, həyatın içində olasan, ondan aralanmayasan. Elə ki həyatdan qopdun, işlərin başına buraxdın, o zaman hər şey geriyə gedir. Çünki bizim cəmiyyətdə qadın olmaq həqiqətən çox çətindir. Bütün məsuliyyətin, bütün yükün hamısı qadının üzərindədir. Kişinin üzərindəki tək yük işləyib evə pul gətirmək, pul qazanmaqdır. Amma geridə qalan bütün məsuliyyətlər, uşağın baxımı, yeməyi, içməyi, yatmağı, hər şeyi biz qadınların üzərində olur. Eləcə evin işləri və s. Ona görə də həqiqətən qadın çox böyük qüvvədir. Yeri gələndə bütün evi idarə edər, yeri gələndə də gedər çöldə işləyər, pulunu qazanır. Artıq lahmacunlarımız da hazırdır. Əslində çox çıxmışdı, amma bişə-bişə uşaqlara, yoldaşıma verdim. Yedilər deyə əlimdə qalan bu qədərdir. Evdə biraz çəkilmiş ətiniz varsa, durub həmən hazırlayıb siz də nuş edə bilərsiniz. İnanın ki, dadı restoranlardakilardan heç də geri qalmır. Mən bəzilərini üzərinə Holland pendiri çəkib elədim, onun dadını xüsusilə çox sevirəm. Bu tip yeməklərin çoxunu evdə edib alındıra bilsəm də, bir dənə pizzanı evdə alındıra bilmirəm. İnşallah onu da sizinlə bir yerdə öyrənək. Hətta bildiyiniz yaxşı bir üsul varsa və ya resept varsa, rəy bölməsinə yazsanız çox sevinərəm. Gələn dəfə pizza hazırlamağa çalışarıq. Videomu bura qədər izlədinizsə, like edib abunə olmağı unutmayın. Çox təşəkkür eləyirəm. Hələlik. Özünüzə yaxşı baxın.